Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kimyəvi reaksiyaların təsnifatı, kimyəvi reaksiyanın istilik effekti testinin ardını izah edəcəm. Keçək suallarımızın izahına. 31-ci sualda qalmışdıq. Biz nə görürük? 2x y üstəgəl 3z mənfi 150 kilojoule enerji udulub. 4x üstəgəl 3k alıb 2y üstəgəl 6d üstəgəl, yəni müsbət 300 kilojoule istiliyə ayrılıb. Yəni bunlardan bizə 2z üstəgəl k alınır 2-dir. Bax, yəni bu iki tənlikdən bunu almalıyıq və bu tənliyin də istilik effektini hesablamalıyıq. Aha, bu deməli, bilirsiniz ki, güvən testində də belə suallar çoxdur, topluda da var. Biz bu tənliklərdən bunu necə əldə etməliyik? Biraz bunu düşünək, diqqətli olaq. Bax, baxıram ki, burada 2D, yəni D sağdadır, burada da D sağdadır. Burada Z başdadır, amma burada Z sağdadır. Deməli, yuxarıdakı tənlikləri aşağıdakına gətirməliyik. Onda Z-in istiqamətini dəyişmək üçün bu tənliyi çevirəcəm. Y üstəgəl 3Z, ox qoydum 2x plus 150 kilojoule. Tənliyi çevirdiyim üçün mənfi 150, müsbət 150 olacaq. Aha, görürsünüz, bax, bu 3Z-dir, amma burada 2Z olmalıdır. Bu nə deməkdir? Yəni, 1.5 dəfə azaldıq. Yaxşı. Burada 6D-dir, burada 2D-dir. Buna qayırıq 3 dəfə azaldıq. Eləmi? Yəni, belə eləyib də. Onda gəlin belə eləyək. D başqa yerdə. Bax, məsələn, bu tənlikdə x yoxdur. Elə? Bu tənlikdə x yoxdur. Olar mı? Bax, burada 2x-dir, burada 4x-dir. Bunları islah aparmaq üçün, yəni bunlar tamamən geçsin deyə. İkinci tənliyi 2-yə bölsəm olar mı? Bax, gəlin ikinci tənliyi 2-yə bölək. O tənliyi görürsünüz də, onsuz orada testdə 4x eləyir 2x, 3k eləyir 1.5k. Bizə dəqiqə. Bu eləyir eləcə y, üstəgəl 3d, üstəgələk 2-yə bölürəm də. Onda bu da eləyir 150 kilojoule. Qulaq asağında. İndi bu tənlikləri məsələn tərəf-tərəfə toplasaq nə əldə eləmiş olaraq? Bir buna baxaq əvvəl. Baxın, bax. Bunlar gedər təmiz. Sağla sol deyinlər gedər. Bunlar da gedər. Əla. İndi biz bu tənlikdən özümüz nə alırıq? 1.5k alırıq. Üstəgəl 3z alırıq. Elə 3z. 3z. Ox qoyuram 3d. Elə 3d. Deməli, tənliyi tərəf-tərəfə topladığım üçün bura eləyir. Nə qədər eləyəcək bu? 300 kilojoule. 300 kilojoule. Bunu da yazdıq. İndi mənə deyir ki, bax, indi bundan buna necə keçim? Necə keçim mən? Hər tərəfi 1.5-ə bölsəm olar. Bax, 1.5-ə bölək. Bax, bir məntiqlə düşün. Bax, bu 3z-dir, burada 2z alınmalıdır. 1.5k k olmalıdır. 3d, 2d olmalıdır. O tənliyi hər tərəfinə 1.5-ə böl. Bunu baba 1.5-ə bölmək. Deməli, bu olur k, üstə gələk 2z, 1.5-ə böləndə ox qoydum. 2d, üstə gələk 1.5-ə böləndə bu da eləyir 200. Elə? Deməli, baba gördünüz mü? Mən bu tənliyi burada almışam və istilik effekti 200-dür. Çox maraqlı sualdır. Yəni, asandır sualdır. Sadəcə biraz canlandırmaq lazımdır, qutardı. Natrium hidridin əmələ gəlmə istiliyini hesablayaq. Gəlin baxaq. Yəni, bu da onu oxşuyur. 2 mol natrium üstəgəl 2 mol su. Ox qoyuram. 2 mol natrium OH üstəgəl H2 üstəgəl A kilojoule enerji ayrılıb. O birisində nədir? Natrium hidrid üstəgələk su. Ox qoyuram. Natrium OH üstəgələk H2 üstəgəl B kilojoule. Mənə deyir natrium hidridin əmələ gəlmə istiliyini. Bax, gəl bir məntiqlə düşünək də. Uşaqlar, natrium hidridin əmələ gəlmə deyirsə, bu əmələ gələn yerdə olmalıdır da, yəni alınan yerdə olmalıdır. Amma natrium hidrid başdadır axı. Onda gəlin bu tənliyi tərsinə çevirək. Qulaq asın. Natrium hidrid əmələ gəlməlidir. Burada natrium hidrid reaksiyaya girib. Ona görə tərsinə çevirəm. Natrium OH üstəgəl H2, ox qoydum. Natrium hidrid üstəgələk su. Onda bu mənfi B olur. Tənliyi tərsinə çevirdim axı. Natrium hidrid əmələ gəlməlidir. Görək natrium hidrid necə əmələ gələcək. Deməli, bu tənliklər tərəf-tərəfə toplanmalıdır. Tərəf-tərəfə toplananda burada 2 natrium OH var, amma burada bir dənədir. Biri gedib, biri qalacaq. O da düzgün olmur axı. İndi diqqətlə baxın, nə edəcəm? İkinci tənliyi 2-yə vururam.
İkinci tənliyin hər tərəfini 2-yə vururam. Vurdum mu? İndi tənlikləri tərəf-tərəfə toplasaq, gəlin görək aqibəti necə olur. Bu getdi. Getdi. Elə başqa nələr gedər? Sağla solda enlər gedir. Qaldı bizə 2 natrium, üstə gəl 2 mol H2, ox qoydum. 2 mol natrium hidrit, üstə gələk nə? H2-yə. Elə? Və tərəf-tərəfə topladığım üçün A minus 2B belə olur. İndi gözləyin. Bu şəkildə oldu da. Yo, mən nəsə. Yo, nəsə burada nəsə bir şey elədim. Bir dəqiqə, yo. Bir dəqiqə burada nəsə səhv getdim. Belə olmaz, axtan. Və tərəf-tərəfə toplayanda bunlar getdi, əla. Sular da getdi, o da əla. Hə, indi bir dəqiqə bax. Burada 1 mol H2 var, burada 2 mol. Onun biri gedir. Aha, bu getdi. Onda 2 mol natrium, üstə gəl H2. Bizə qalanları deyirəm. 2 mol natrium H. Və tərəf-tərəfə toplamadım mı? Aha, üstə gələk açıq 2B. Elə, bax belə. Tamam. İndi biz burada nə edək? Bizə deyir ki, natrium hidridin əmələ gəlmə istiliyini hesabla. Əmələ gəlmə istiliyi necə tapırlar? Q əmələ gəlmə bərabərdir. İstilik effektini əmələ gələn maddənin əmsalına bölürsən. Əmələ gələn maddənin əmsalı da 2-dir. Bu qədər sadə. Görürsünüz nə qəşəng sualdır. Bu suallar ümumiyyətcə çox maraqlı olur. Aha, deməli. Delta H2-ni hesablayın. Əvvəla sizə bundan deyim, bu Hess qanunudur. Demişəm, həmişə Hess qanunu nədir? Birbaşada sərf olunan enerji dolaylarda sərf olunan enerjilərin cəminə bərabərdir. Baxın, biz bir maddəni bir yolla da ala bilərik, yəni düz gedərək, birbaşa gedərək. Biri də var, mərhələ ilə gedərək də ala bilərik. Və yadınızda saxlayın. Birbaşa da sərf elədiyin enerji dolaylarda sərf elədiyin enerjilərin cəminə bərabər. Baxın, burada birbaşa olan o ümumiyyətcə burada məhsul hansıdır? CO2. Niyə bilirsinizmi? Çünki bütün oxlar ona doğru gedib. Deməli, almazdan nə qayırıb? Birbaşa CO2-ni alıb və entalpiyası delta H1-dir. Qulaq asın. Bu birbaşa gedən. İndi dolayda nətərdir, bilirsinizmi? Yox, qulaq asın bir dəqiqə. Yox, almaza doğru ox gedir. Yox, o birbaşa deyil. Üzr istəyirəm, bir dəqiqə. Yəni, əgər ox almazdan qrafitə getmiş olsaydı, oxun ucu almazdan qrafitə yönəlmiş olsaydı, bəli, mənim yazdığım birbaşa olardı. Yox, bir dəqiqə. Bax, burada birbaşa olan, üzr istəyirəm, karbon, o oxa fikir vermədimi? Qrafit. Qrafit keçib CO2-yə, elə? Bax, bu delta H3. Bax, birbaşa budur. Bircə dənə oxla gedib CO2-yə qrafit. Elə çevrilib. Amma o biri mərhələlər nədir? Deməli, əvvəlcə qrafiti çeviriblər almaza. Sonra nə qariflər? Almazı çeviriblər CO2-yə. Bir fikir verin də. Diqqətlə baxın, görün nə deyirəm. Gördünüz, qrafiti birbaşa CO2-yə çevrilib, entalpiya delta H3-dür. Amma orada nə qarif? Qrafitdən almazı alıb, almazdan da CO2 alıb. Deməli, qrafitdən almazı alarkən entalpiya delta H2-dir. Almazdan CO2 alarkən entalpiya delta H1-dir. Birbaşa hansıdır? Təbii ki, birbaşa delta H3-dür. Birbaşa dolayların cəminə bərabərdir. İndi buradan bizə delta H2-ni tap deyirsə, delta H3-dən çıxarsan delta H1-i. Aydındır mı? Da açıq sualdır, cavabı budur. Davam eləyək mi? Davam eləyək. Nə deyir burada? C2H2 və C2H4-dən ibarət 0,4 mol qarışığın tam hidrogenləşməsi zamanı 20,5 kilokalori istilik ayrılır. Bizə dəqiqə. İlkin qarışıqda C2H2-nin mol payını faizli hesabla. Bax, tam hidrogenləşmədən danışır. Z2H2-yi tam hidrogenləşdirmək üçün 2 mol H2 lazımdır. Elə? C2H4-dən isə C2H6. Bizə 2 dənə tənlik var burada, diqqətli ol. Uşaqlar, biz həmişə nə deyirik? Deyirik ki, girənlərlə alınan maddələrin əmələ gəlmə istilikləri veriləndə istilik effektini tapmaq üçün nə edirik? Girənlərlə alınanların əmələ gəlmə istilikləri veriləndə istilik effektini tapmaq üçün məhsulların əmələ gəlmə istiliklərinin cəmindən başlanğıca çıxırıq.
Bəsit maddənin əmələ gəlmə istiliyi də 0 olur da. Yəni bunu burada başdan bilək. Baxın, bu da cədvəlin içərisində bizə asetileni C2H2-nin əmələ gəlmə istiliyini 25 verir. Delta H2-ni verməməyi normaldır, çünki bəsit maddənin əmələ gəlmə istiliyi onsuz da olmur. C2H6-nın əmələ gəlmə istiliyi 80-dir. Biz onda künü tapmaq üçün məhsuldan baş hansıların cəmini çıxırıq. Əmsal varsa nəzər alacağıq da, yəni əmsala vuracağıq. Onda biz nə edəcəyik indi burada? 80-dən 25-i çıxacağıq. Düzdürmü? Burası eləyəcək 55. Onsa birləşmə reaksiyası eksotermikdə. İkinciyə keçirəm. C2H4-də nə qədərdir? C2H4-də 40-dır, bu da 80-dir. Hidrogen olsa vermir, çünki 0-dır onsuz da 12. 80-dən də 40 çıxsam, onda bunun da istilik effekti 40 kilojol istilik ayrılıb buradan. Mənə nə deyir? Mənə deyir, bax bu ikisini sənə vermişəm 0,4. Məsələn, normalda bunlar bu dəqiqə 1 mol, 1 mol, 2 moldur. Amma bu deyir 0,4 olsun. Və yaxud da bizə deyir ki, tam hidrogenləşmə zamanı 20,5 kilokalori istilik ayrılır. Kilokaloridir, kilojoldur, joldur. Bunlar enerjinin vahidləridir də, bilirsiniz. Aha, bax, bizdə bunların cəmi nədir? 95. Amma bu deyir 20,5 ilə. Fikrim çatdı mı? Siz bilirsiniz ki, belə olan halda biz sistem tənlik qururuq. Sistem tənlikdə əmsalların nisbəti şəklində işləyirik. Birinci tənliyimizi, əmsalların nisbətini x-lə, ikinci tənliyi y-lə işarə eləsək, hədəfimizə çata bilərik. X, 2x, x, 55x. Yəni, topluda falan da sistem tənlik qurmaq çox öyrətmişəm sizə. Y, bu da 40y. Elə, indi getdik. İndi x-lə y-in cəmi, yəni bunların cəmini 0,4 verir. İndi bunların cəmi. Yəni 55x üstə gəl 40y bərabərdir nəyə? 20,5-ə. 20,5-ə. İndi ilkin qarışıqda C2H2-nin mol payını faizlə tap. İlkin qarışıqda C2H2-nin mol payını problem deyil. Sistem tənliyimizi həll etsək cavab alarıq. 55 vuraq, x-in yerinə 0,4 çıx y yazıram. Çünki buradan x-i tapsam 0,4 çıx y deməkdir. Yəni buradan. İndi bunu da burada yerinə qoyuram. Bu neçə eləyir? Onda bu eləyəcək nə? 22-də elə bil. 0,4-ə vurursan ax. Çıx 55y üstə gəl 40y bərabərdir 20,5-ə. 15y bərabərdir nəyə? 22-dən 20,5 çıxanda 1,5 eləyir elə. Y də eləyir nə? 0,1. Onda bunu axarı yerinə qoy burada. Onda x neçə eləyir? 0,3. 0,1 y-im C2H4-dür. 0,3 də C2H2-dir. Prosta bizdən hasıl istəyir, ona baxaq. C2H2-ni mən almışam 0,3. Aydın oldu. Görürsünüz? O da nəyini istəyir? Faizini istəyir. Mol payını faizlə. Problemdir. İkisi bir yerdə nə qədər idi? 0,4. 0,4-ün 100%-dirsə, çünki yadınızda saxlayın. Ümumi olan bir şey həmişə 100%-dir. Yəni bunu biz hamımız bilirik. Bunun faizini istəyir. 0,3-üm də x. 300-ü 4-ə biləndə 75%. Bu 75-dirsə, deməli bu da 25%-dir də. Çünki option 100%-dir. Keçək suallarımızın izahına, ardına. Deməli, sonra nə deyir? 35-də deyir. Testimiz yarımçıq qalmışdı. Ona görə dedim, bugün bunu çəkin, bu qutarsın. Nə deyir burada? Qoy bir dəqiqə, 35-də də deyir. C2H2-dir, C2H4-dür. Yenə 0,8 verib bunları. 20% C2H2 var deyir. Qarışığın hidrogenlə tam doydurması üçün neçə kilokalori istilik ayrılar. İndi ikisini bir yerdə 0,8 mol verib. 0,8 verib. Aha. Qarışığın hidrogenlə tam doymuş vəziyyətə gəlməsi üçün neçə kilokalori istilik ayrılar deyir. Uşaqlar, toçunu elə bayaqçı suala oxşuyur. Prosta burada elə belə iki tənlikdə bir yerdə nə qədər istilik ayrılar bizdən bunu istəyir. Yəni qeyri-adi bir şeydir. Bax, diqqətlə qulaq asın. Bayaqçı kimi C2H2-yi tam doymuş vəziyyətə gətirmək üçün üzərinə 2 mol H2 gəldikdə bu alkinin axı 3 qatı var, 2 dənə pisi var. Ona görə 2 mol hidrogen birləşdirir. Bu alınır C2H6. Və bizə deyir ki, cədvəlin içərisində asetilenin əmələ gəlmə istiliyi -20-dir. C2H6 -48-dir. İndi istilik effektini necə tapırsan? Bayaqçı kimi. Demədik, məhsuldan başlanğıcı çıxırsan. Bəsit maddəni olsa vermir. Niyə? Bəsit maddənin əmələ gəlmə istiliyi olmur. Aha. İndi -48-dən -48-dən bu -48-dir də.
məhsuldan başlanğıcı çıxacağım da silgi effektini tapacağım. Məhsullardan da başlanğıcı çıxanda -48-dən -20-ni çıxsaq, elə bil ki, -28 olur da, düzdür? Elə bil bu tənlik özü birləşmə reaksiyasıdır. Birləşmə reaksiyası eksotermik reaksiyadır. Deməli, bununki 28 kilokaloridir. İndi ikinciyə keçirəm. SH4-ün üstünə H2 gələndə, o da verir SH6. Elə, bununki -48-dir, bununki isə -36-dır. Düzdür? Məhsuldan yenə başlanğıcı çıxıram. Bu da eləyəcək -12. Yenə deyirəm, birləşmə reaksiyası deyə o eksotermikdir də, o da eləyir müsbət 12, yəni istilik effektlərini tapdım. İndi bizə nə deyir? Deyir ki, elə bil, belə deyim də, bunun ikisini bir yerdə 0.8 verib, amma deyir 20% SH2-dir. Gəl belə eləyək. Kənarda elə bil 0.8-in 20%-ni tapsan neçə eləyir bu? Bundan bu gedir 0,16. SH2 nə qədərdir? 0,16. 0.8-dən də 0,16 çıxanda, onda bu da 0,64. Düzdür? İndi mən bunların hər birini ayrı-ayrılıqda, çünki bizə deyir, qarışığın hidrogenlə tam doydurulması üçün neçə kilokalori istilik ayrılır. Gəlin görək birinci tənlikdə 0,16 mol asetilen reaksiyaya girəndə nə qədər istilik ayrılır? Bir bunu tapaq. 1 mola 28-dirsə, 0,16-ya x-dir. Buradan bu neçə eləyir? 0,16-yı 28-ə vuracağıq. Elə. Buradan x eləyəcək 4,48. İndi ikinciyi hesablayıram. Yenə molun altı əmsal yazıram və bura bir y yazıram. Aşağısına 12. Yəni 1 mol SH4 reaksiya girəndə 12 kilokalori istiliyə ayrılırsa 0,164-də y-dir. Y eləyir 7,168. İndi buradan bu qədər, buradan da bu qədər istiliyə ayrıldı. 7,168 üstə gəl 4,48. 16 bir yadda, 10, 11 bir yadda, 11, 12. 12,116. Aydın oldu mu? Sonra 36-ya keçək. Görək 36-da nə deyir? Uyğunluğu müəyyən edin. Nə deyir? Əvəz etmə, birləşmə, parçalanma. 1, 2, 3. İndi biz nə etməliyik? Bu tənliklərin hamısını bir-bir yandırmalıyıq. Əhəngin söndürülməsi. Bu sönməmiş əhəngdir. Üstünə su gələndə sönmüş əhəng alındı. Görürük ki, bu birləşmə reaksiyasıdır. Ona görə A-nı göndərdim 2-yə. İndi o birisində alibastırın alınmasını yazacağıq. Deməli, alibastırı necə alırıq? Alibastırı kalsium SO4 vur 2 mol su. Bu bilirsiniz ki, təbii gipsdir də, düzdür? Bunu 150-180 dərəcə Celsius arası qızdırırıq. Burada alınır kalsium SO4. 2 dəfə vur H2O. Üstə gəl su. Bax, bu alibastırdır. Alibastırdır. Aydın oldu mu? Bu asın aid parçalanma tənlikdə. Başda bir maddə var, sağda 2. Bu parçalanmadır. Sonra C-də nə yazıb? Termit qaynağı. Termit qaynağı əvəz etmədə fermit SO4, üstə gəl alüminium. Burada alınır dəmir, üstə gəl alüminium 2O3. Bunu hara aid edəcək? Təbii ki, əvəz etməyə C buraya. Alibastırın bərkiməsi tənliyi. Alibastırın bərkiməsi isə bunun tərsidir. Bax, bunun tərsidir, bu tənliyin. Başa düşdünüzmü? Alibastırın üzərinə su gəlirik. Elə bil bu tənliyi tərsinə yaz da. Bu tənliyi tərsinə yaz. Aydındır mı? Bax, bu tənliyi tərsinə yazanda, alibastırın üzərinə su gələndə, o qalır, belə deyək də, havada qalanda donur, bərkiyir, təbii gipsə çevrilir. Oca birləşmə reaksiyasıdır. D variantı da buraya. 1-ə C, 2-yə A, D, 3-ə B. Baxın, bayaqlarım yazdım ki, təbii gipsi 150-180 dərəcə Celsius qızdıranda alibastır aldım. Üstə gəl su. O, bizimki parçalanmadı. Bir də orada bir temperatur söhbəti də var. Təbii gipsi 150-180-də dedim ki, alibastırla su alınır. Amma əgər təbii gipsi T böyük 180 dərəcə Celsius aparsaq, onda kalsium SO4-lə su alınır. Yəni, o hası tənlikdə, bilirsinizmi? Bizim, belə deyək də, ölü gipsin, susuzlaşdırılmış gipsin alınma tənliyidir. Yaxşı mı? Yəni, materialımızda hamısı yazılıb. 37-ci sualda belə bir tənlik veribdir. Reaksiyalar əsasında yuxarıda verilmiş reaksiyanın entalpiyasını hesablayın. Deməli, nə eləyib?
Yuxarıda verilmiş reaksiya. Hə, bu yenə bildiniz nədir? Uşaqlar bayaqçılar kimi də elə bil aşağıda 3 dənə tənlik verib. Deyir indi elə ki, o 3 tənlikdən yuxarıdakı tənliyi əldə eləyəsən. Heç nə yazaq. Bax, karbon üstə gəl su. CO plus H2. Su qazın alınma tənliyi də bu. Qulaq asın. Bunun entalpiyası 131.3'dür. Müsbət verib özdə. Bunun entalpiyası mənfi 41.2 verilib. Bununki isə 206.1 verilib. İndi gözləyin. Bax, qulaq asın. Mən, bax, bunlardan bunu necə ala bilərəm? İndi ona baxacağım. Necə alaram? Gəlin baxaq. Həmişə mən tənliyin özündən oradakı yuxarıdakı verilən maddələrə baxıram. Gəlin baxaq görək nə var. Bax, karbon başladı, burada da başladı. Elə deməli o karbon istiqamətini dəyişmişəm. CH4 buradadır, amma buradadır. Yəni burada sağdadır, amma burada solda. Deməli onu dəyişməliyəm. Deməli mən bu tənliyin yerini dəyişməliyəm. Yəni 3 mol H2 üstə gəl, nə idi o? 3 mol H2 üstə gələk. CO alınacaq CH4 üstə gəl su. Dəyişəndə bu mənfi 206.1'dir. İndi gözləyin. Sonra nə var, nə yox. CO2 buradadır, burada da buradadır. Onun problemi yoxdur, onun işiniz olmasın. Sonra nə lazımdır bizə? Su. Sularda da problem yoxdur. Sular buradadır, buradadır. Amma buradan da su var. Ha, burada da su var. İndi ona baxacağıq. Deməli. Amma su orada kim oldu burada? 1 molun aparanda biri qalıraq. İndi nə edək bilirsinizmi? Bax, burada 1 karbon var. Burada 2 mol karbon var. Onda bu tənliyi 2'yə vuraq. Bunu 2'yə vuracağım. Onda bu 2, 6, 2, bu da 6. 2 dəfə artırdım da nə yəni? 131.3'ü. Əla. İndi gəlin tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplasaq nə olacaq? Bax, gəlin belə eləyək. Bax, burada 1 mol CO buradadır, 1 mol CO burada. Elə bu tənliyin solundadır. İndi tərəf-tərəfə toplayanda solda 2 mol CO oldu mu? Solda 2 mol CO, sağda da 2 mol CO. Onda bunlar təmiz getdi. Bax, bunlar təmiz getdi. Əla. İndi nəyə baxacağım, bilirsizmi? Bax, bir fikir ver. Bax, burada 2 mol su var, burada 1 mol su var. Elədimi? 3 mol. Yəni tənliyin sol tərəfindədir də. Onlar toplananda 3 mol su oldu. Burada da 1 mol su var. Amma bu sağdadır. Elə bil 3 mol su soldadır, 1 mol su sağdadır. 3-dən biri çıxanda elə bil 2 mol su qalacaq. Əla. Onda gəlin belə eləyək də, ən gözəli. Bu CO-lar getdi o heç. İndi onda bu suyla bu suyu aparım. 2 mol suyum qalsın. Bax, hələ ki düz gedirəm. 2 mol C-ni görürəm, 2 mol suyu görürəm. Mənə CH4 qalmalıdır. Əla, qalıbdır. Əla. İndi bax, CO2'yi də görürəm. Bax, bu tənliyin sağındadır. 3 mol hidrogen. Burada da 3 mol hidrogen var. Onda bunlar tamamilə gedir. Bura getdi hidrogenlər. Əla. Tənlikləri tərəf-tərəfə topladım və hər şey qaydasında oldu. İndi mən nə qayıracağım? Bu enerjilərin hamısını toplayacağım tərəf-tərəfə. İndi tərəf-tərəfə bunları toplayaq. Bax, bunları toplayaq əvvəlcə. Bunları mənfidə olsun. İndi 3 eləyir. Bircə dəqiqə. 3, 7, 4, elə 2, mənfi. Topladım, mənfi 247.3. Bu da 262.6'dır. Elə. İndi bunları tərəf-tərəfə toplayıram axı. İndi nə qayıracağım? Nə qalır burada? İndi bunları tərəf-tərəfə toplayanda böyükdən kiçik çıxıb böyük işarəsini yazacağım. Ondan bunu çıx. 3. Bu 3. 12'dən 7 çıxanda 5. 1. 15.3. Əla. Cavabımız da tamamilə doğru. Çox qəşəng, çox maraqlı suallardır. Həqiqətən də bunlar çox maraqlıdır. Yəni diqqətli ol, o maddələri görmək lazımdır. Molları azdırsa, məsələn, çoxaldırsan, çoxdursa bölüb azaldırsan. Yəni o problemdir, narahat olmayın. Bizə dəqiqə bunu yuxarı eləyim ki, sualımızı görək. Nə deyir burada? 4.5 qram suyun buxarlanması zamanı udulan istiliyi hesablayın. Hə, deməli indi biz nə edəcəyik? Qəşəng sualdır. 2 mol H2 O2 ilə girib, 2 mol su da bu qazdır. İndi görün nə edəcəyik? A kilojoule. 2 mol H2 tənlikləri verib, indi şərtə görə ona görə davranmalıyıq da, ona görə uyğun hərəkət eləməliyik.
Bu da B-dir. İndi bizə nə deyir bilirsinizmi? 4,5 qram suyun buxarlanması. Məntiqlə düşün, bir dənə fikirləş. Suyun buxarlanması nə deməkdir? Yəni suyun mayədən qaza keçməyi. Bax, maye qaza keçməlidir. Amma bir şey var. Qaz olan suda, maye olan suda sağdadır. Mən elə bil bax belə bir şey almalıyam. Mənim nəticəm bu olmalıdır. Su mayədən qaza keçməlidir. Mən indi yuxarıdakılardan bunu necə almalıyam? Deməli, maye su başda olmalıdır deyə mən ikinci tənliyi tərsinə çevirəcəm. Qulaq asın. İkinci tənliyi tərsinə çevirəcəm. Yəni, 2 mol H2O maye, elə ox qoyacam, 2 mol H2 qaz, üstə gəl O2 qaz, onda bu eləyir -1. İndi mən bu tənlikləri tərəf-tərəfə toplasam, bunlar hop təmiz gedər. Bunlar getdi mi? İndi nə almışam mən? Bizə dəqiqə. Mən tənliyi elə bil tərsinə çevirdim də, heç eləməmişəm ki ayrı. İndi tərəf-tərəfə toplasam 2 mol H2O maye, ox qoyuram 2 mol H2O qaz. Bir də tənliyi tərəf-tərəfə topladığıma görə açıq B olur da. Üstə gələk, açıq B. Belə. İndi əmsallara fikir ver də. Yəni burada əmsal var axı. Əmsallar var. Hə, boy. Mən bunu böləcəm də. Hər tərəfi 2-yə bölməyəcəm. Bizənsə burada başqa əmsal. Hə, 4,5 qram suyun buxarlanması zamanı udulan istiliyi hesabla deyir. Hə, bu heç problem deyil, gözləyin indi. Mən bunun hər tərəfini 2-yə bölsəm, onda mənim tənliyim belə alınacaq. H2O qaz, gördün, maye suyu buxarlandırdım. Burası isə A minus B böl 2 olacaq. Çünki tənliyin hər tərəfini 2-yə böldüm də. Bu 2 əmsallarda var axı, ixtisar apardı. İndi mənə nə deyir? 45 qram, 45 yox, bir dəqiqə. 4,5 qram suyun buxarlanması zamanı nə qədər istiliyordular? X yazdım. Elə. İndi buradan nə edəcəm? Deməli, 18-ə də açıq B böl 2-dir. Belə deyilmi? Virgülü atsam, bura 0 gələr. Bundan bu gedər. Düzmü deyirəm? Burada qalar 4-də 1. Onda X bərabərdir A minus B böl 2 böl 4. Elə. O da bərabərdir A minus B böl 8-ə. Varmı orada elə bir cavab? Əlbəttə ki var, Y variantı. Bu da belə. Sonra nəyə danışacağıq? Bizə dəqiqə. Biri qaldı deyəsən. 39 qaldı, hə. Belə bir tənlik verib, delta H-ını hesabla. Hə, yenə də, yəni yenə də onlardandır. İndi N2 üstə gəl, O2 alınıb 2 mol NO. Əla. Bunun delta H-ı A-dır. Tamam. 4 mol NH3, 5 mol O2, bu 4 mol NO, 6 mol su. Bunun entalpiyası B'dir. 2 mol su, 2 mol H2, üstə gəl O2. Bunun entalpiyası da C'dir. İndi bizə deyək. Bu tənliklərdən N2 üstə gəl 3 mol H2 alınıb 2 mol NH3. Sual verir ki, bunu necə alarsan və bunun entalpiyasını hesabla. İndi mən yuxarıdakılardan bunu necə almalıyam? Bir diqqətdən baxın. N2, bax, yuxarıdakılardan aşağıdakını alır. N2 başladı, burada da başladı. Deməli, birinci tənlik qəti çevirmək olmaz. Burada 3 mol H2 başladı, amma mən başda hidrogen görmürəm. Mən başda hidrogen görmürəm. Görmədiyim üçün, bax, hidrogen buradadır, bax, sağda. Deməli, bu tənliyi çevirməliyəm. Bu tənliyi çevirməliyəm. 2 mol H2, üstə gəl O2, alınır 2 mol su və C, delta H C idi, indi oldu -C. İndi qulaq asın. Neyəcəm indi? Mən amoniyakı, bax, amonyak burada görürəm, amma buradadır. İndi o tənliyi də tərsinə çevirməliyəm. Deməli, bu tənlik tərsinə çevrilib, amonyak sağa düşməlidir də. Çünki mən yuxarıdakıları elə bir dəyişməyə məruz qoyuram ki, bu yekun tənliyi ala bilim. İndi bunu da 4 mol NO, üstə gəl 6 mol su, ox qoyuram 4 mol NH3, üstə gəl 5 mol O2, bu deyilir onda -B. Delta H -B'dir. Bunu biraz aralıda yazaq, çünki delta H tənliyin özündə qeyd olunmur, -B. Tənliyin özündə qeyd olunan şu istilik effekti olur həmişə. Aha, indi neyləyə bilərik? Bir düşünək. Su məhv olmalıdır. Niyə? Çünki burada su yoxdur. Başa düşürsünüz? Su tamamən yoxa çıxmalıdır. Onda burada 6 mol sudur, burada 2 mol sudur. Onda neyniyək? 6-ya gətirmək üçün ya da ki 6-ya gətirməyək. Bilsizmi nə qayraq? Bizə dəqiqə. Hə, 6-ya gətirsək. Gəlin 6-ya gətirək. 6, bax, bunu 6-ya vuraq. Yox, yəni bu 6 mol sudur, bu 2 mol sudur da. İndi bunu 3 dəfə artıraq.
Bunu 3 dəfə artıranda bu 6 olur. 3 dəfə artıranda 3 mol o 2. Bizə dəqiqə. Bu nə qədər olur? Bu da 6 molsun. Elə. İndi yaxşı. İndi fikir verək. Bax, bunlar gedər. Elə. İndi burada 5 mol oksigen var sağda. Amma sol tərəfdə 4 mol oksigen var. Bizə dəqiqə. Mən nəsə elədim ha. Mən bu tənliyi 3'ə vuranda bu oldu 3C olmalıydı. Ha, bu yadımdan çıxdı. Aha. İndi mən burada 4 mol oksigendir, burada 5 mol. Bunları yoxa çıxartmalıyam çünki bu tənlikdə oksigen yoxdur. Gəlin başlayaq. Onda bunu 2'yə vururam. 2'yə vururam, səbirli olun. Aha. İndi buna bax. Bax burada 5 mol oksigen oldu, burada da 5 mol. İndi aparıram. Bu getdi. Bunlar getdi. Bizə nə qalıb? Bax. Bizə qalanı göstərirəm yuxarıda. 2 mol N2 yazıram. 2 mol N2. Elə 6 mol H2. Ox qoyuram. Hə, bir dəqiqə. Bu 4 NO-lar da gedir onsuz da getdilər. Bir də 4 NH3 elə. İndi bunları tərəf-tərəfə toplayanda bunlar da toplanır. 2A çıx B çıx 3C. Elə belə olacaq. İndi bir şey var axı. Mən bundan buna necə keçim? Bunun əmsalları bundan 2 dəfə azdır. Onda bunu 2'yə bölürəm. N2 üstə gəl 3 mol H2. Ox qoyuram. 2 mol NH3. 2A çıx B çıx 3C 2'yə böldüyüm üçün bunu da 2'yə bölürəm. Var mı orada elə bir cavab? Cavaba variantı da bu qədər sadə. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək sağ olun.